Fonetik təhlil və yaxud da digər adı ilə sözün fonetik xüsusiyyətləri. Yadımızda qalsın ki, həm fonetik təhlil deyəndə və yaxud da sözün fonetik xüsusiyyətləri deyəndə eyni anlayışdan söhbət gedir. Fonetik təhlil eləyən zaman biz aşağıdakıları müəyyən eləməliyik. Sözün hərf və səs tərkibini, hərf tərkibi nədir, səs tərkibi nədir? Bir sözdə neçə dənə hərf varsa, o onun hərf tərkibidir. Məsələn, götürək bulut sözünü. Gəlin bulut sözündə hərfləri sayaq. 1, 2, 3, 4, 5. Deməli, bu sözün hərf tərkibi neçədir? 5 hərf var. Bəs bu sözün səs tərkibi necədir? Baxırıq ki, bu sözdə səs artımı və yaxud da səs düşümü yoxdur. Sadəcə səs dəyişməsi var. Amma səs dəyişməsi onun səs tərkibini yəni kəmiyyətini dəyişmədiyi üçün deyirik ki, bu sözdə 5 hərf, 5 səs var. Yəni sözün hərf və səs tərkibi bu deməkdir. Sait səslərin növləri, samit səslərin növləri deyəndə nəyi nəzərdə tuturuq? Yadımızda qalsın ki, saitin və samitin növləri fərqi yoxdur. Sait də deyəndə, samit də deyəndə biz tələffüzə baxacağıq. İstər saitin növləri olsun, istər samitin növləri olsun. Məsələn, samit isə kar cingiltili, qarşılığı var və yaxud da yoxdur. Sait isə açıq qapalı, dodaqlanan, dodaqlanmayan, incə, qalın və s. Biz buna yalnız və yalnız tələffüzə baxacağıq. Ahəng qanununun gözlənilib gözlənilməməsi. Ahəng qanunu bilirik ki, eyni cinsli saitlərin bir-birini izləməsinə deyilir. Ya burada qalın saitlər bir-birini izləməlidir, ya da inci saitlər bir-birini izləməlidir. Ahəng qanununa isə yazı üzərində baxacağıq. Daha sonra sözdə hecanın sayı yenə yazı üzərində aparılır. Sözdə vurğunun yeri yenə də yazı üzərində aparılır. Gəlin bunu ümumiyyətlə belə ümumiləşdirək ki, fonetik təhlil ümumilikdə tələffüz üzərində aparılmalıdır. Amma fonetik təhlilin bir hissəsi gördük ki, sözün yazılışı üzərində də aparıla bilər. Yazıda nələrə baxacağıq? Birinci, dediyimiz kimi, ahəng qanunu. Əgər sizdən fonetik təhlil zamanı ahəng qanunu soruşursa, siz sözün yazılışı üzərində ahəng qanunu axtarın. Əgər sizdən heca soruşursa, sözdəki sait hərfləri sayın. Baxın, sait hərflərdən söhbət gedir, səslərdən yox. Sait hərfləri sayın, həmin sözdə hecanı tapmış olacaqsınız. Daha sonra sizdən vurğunu istəyirsə, yenə sözün yazılışı üzərində. Baxın, görün vurğu hara düşür. Bir də dedik ki, sözün hərf tərkibi. Hərf tərkibi də həmin sözdə neçə dənə hərf olmasıdır. Gəlin, məsələn, indi hər hansısa bir söz üzərində bunu fonetik təhlil eləyək. Bir də baxaq, tələffüzdə nələr tapırıq, ona da baxaq. Deməli, yazda nələri axtardıq biz? Ahəng qanunu, heca, vurğu və sözün hərf tərkibi. Məsələn, götürək Azərbaycan sözünü. Azərbaycan sözünü fonetik təhlil eləyən zaman bizdən ahəng qanunu istəyirsə, baxırıq ki, qalın saitdə var, incə saitdə var. Deməli, ahəng qanuna tabe deyil, yazıda baxırıq. Hecanı istəyirsə, sadəcə sait hərfləri sayırıq. Baxın, 1, 2, 3, 4. Deməli, bu sözdə 4 dənə heca var. Vurğunu istəyirsə, Azərbaycan sözündə vurğu düşür sonuncu hecaya. Yenə yazı üzərində tapırıq. Deyirik ki, 4-cü hecada vurğu var və sözün hərf tərkibi. Hərf tərkibi də istəyəndə sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deyirik ki, hərf tərkibi, yəni 10 dənə hərfdən ibarətdir. Tələffüzdə isə nələr tapmalıyıq? Yadımızda qalsın ki, sözdə kəmiyyət fərqi varsa tələffüzdə tapılır. Kəmiyyət fərqi nə idi? Bunu bir yadımıza salaq. Səs artımı və səs düşümü. Yəni, ya səs artmalıdır, ya da səs düşməlidir ki, kəmiyyət fərqi yaransın. Daha sonra biz tələffüzdə tapacağıq keyfiyyət fərqini. Keyfiyyət fərqi deyəndə nəyi nəzərdə tutmuşduq? Səs dəyişməsi. Sözdə əgər səs dəyişibsə, yenə də biz bunu tələffüzdə tapacağıq, keyfiyyət fərqidir. Ümumilikdə deyək, onsuz da səs artımı, səs düşümü saitə, samitə aid olan bütün qaydalardır. Yəni, bunu bir ümumiləşdirsək deyirik ki, sait və samitə aid bütün qaydalar. Yəni, kar istəyir, cingiltili istəyir, daha sonra açıq, qapalı, dodaqlanan, dodaqlanmayan, incə, qalın, dil arxası, dil önü nə istəyir istəsin, saitə və samitə aiddirsə biz onu tələffüzdə tapacağıq. Səs artımı, səs düşümü, səs dəyişməsi bura aiddir. Və əsas məqamlardan biri deyirik ki, sözün səs tərkibi. Səs tərkibi də deyəndə nəyə nəzərdə tutduq? Neçə dənə səs varsa o. Məsələn, bir nümunəyə baxaq. Deyir bizə ailə sözünü. Gəlin ailə sözünün tələffüzünə baxaq. A ilə yazılır, tələffüzü isə bu formadadır. A uzanacaq, A ilə i yanaşı işləndiyi üçün də A və i saitləri
arasına bir dənə y samiti daxil olacaq. Gəlin bu sözü fonetik təhlil edək. Görürük, söz neçə hərfdən ibarətdir? 4 hərfdən. Deməli, bunun hərf tərkibi 4-dür. Amma 5 səsdən ibarətdir. Niyə? Bir dənə y səsi daxil olub. Deyirik ki, 4 hərf 5 səsdir. Burada bir dənə fərqli məqam var. Fərqli məqam nədir? Səs artımı. Niyə səs artımı var? Çünki 2 dənə sait yanaşı işlənib deyə, müxtəlif cinsli sait yanaşı işlənib deyə, ora bir dənə y gəldi. Bu da səs artımını yaratdı. 4 hərf 5 səsə keçdi deyə fərqli məqamdır. Amma bunu sizə dəfələrlə demişəm. Sözdə sait uzanması fərqli məqam yaratmır. Sait uzanması bir dənə də olsa, 2 dənə də olsa, neçə olur olsun. Sözdə sait uzanması fərqli məqam yaratmır. Yəni bu sözdə bircə dənə fərqli məqam var. O da y səsinin bura daxil olmasıdır. Məsələn, sizə versə vəzifə sözünü, gəlin bunun tələffüzünə baxaq. Görün, baxın, vəzifə sözündə səs artımı, səs düşümü, səs dəyişməsi heç bir şey yoxdur. Sadəcə i səsi uzanıb. Amma necə demişdik, sait uzanması sözdə fərqli məqam yaratmır. Yəni siz fonetik təhlili eləyən zaman fikir verməlisiniz ki, ya səs artımı, ya səs düşümü, ya da səs dəyişməsi baş versin və salam. Yəni, sait uzanması fərqli məqam yaratmır. Sait uzanmasını fərqli məqamdan saymırıq. Daha sonra fonetik təhlil zamanı sizin qarşınıza çıxacaq samit cütlüyü. Samit cütlüyü nə deməkdir? Samit cütlüyü deyəndə kar və cingiltili samitlər bir-birinin qarşılığı olan samitlərdən söhbət gedir. Bir-birinin qarşılığı olan samitlər eyni sözün tərkibində işlənsin. Şərt deyil ki, onlar yanaşı gəlsinlər. Ola bilər ki, biri sözün əvvəlindədir, biri sözün sonundadır. Belə ola bilər. Bunun heç bir fərqi yoxdur. Məsələ nədir? Samit cütlüyü deyəndə kar cingiltili samitlərin bir-birinə olan qarşılığından söhbət gedir. Məsələn, bizə verib buluddan sözünü. Buluddan sözünün tələffüzü necə olacaq? Buluddan. Niyə d-t-ya keçdi? Çünki B-C-D-G qaydasına görə, baxın, sözün kökü D hərfi ilə bitdi və özündən sonra samitlə başlanan şəkilçi gəldi. B-C-D-G qaydası da deyir ki, əgər samit gəlirsə, həmin samit, yəni birinci gələn D samiti öz qarşılığına keçsin. Ona görə olur buluddan. Fikir versək görərik ki, bu sözdə samit cütlüyü işlənib. Yəni kar və cingiltili qarşılıqlar bir yerdə işlənib. T və D bir-birinin qarşılığıdır. T kar samiti qarşılığı D-dir. D cingiltili samiti qarşılığı T-dir. Baxın, burada təsadüfən indi yanaşı işlənib. Amma kar və cingiltili samit cütlüyü sırf yanaşı işlənmək demək deyil. Onların ola bilər ki, yenə qeyd edirəm, biri əvvəldə, biri sonda gəlsin. Əsas odu nədir? Bir sözün tərkibində kar və cingiltili samit cütlüyü işlənsin. Yaxşımı? Bu olacaq kar və cingiltili samit cütlüyünün qaydası. Fonetik təhlilimizin qaydası bu qədər. Baxırıq 91-ci test tapşırığının izahına. Testimiz Dövlət İmtahan Mərkəzinin Azərbaycan dili 1-ci hissə test toplusudur. Deməli, oynayırıq yazılır. Sözün tələffüzü isə olacaq oynayırıq. Deməli, bizdən səhv fikir istəyir. Oynayırıq sözünün səs və hərf tərkibi ilə bağlı səhv fikri tapaq. Bizə deyir ki, birdə yazılışı ilə tələffüzü fərqlənir. Fikir doğru fikirdir. Oynayırıq yazılır, oynayırıq deyilir. Yazılışla tələffüz fərqləndi. Biz isə səhv fikirləri axtarırıq. Ona görə bir olan variantları çıxırıq. Qalın saitlərin ahəng gözlənilmişdir. Əvvəlində də qeyd elədim ki, əgər bizdən ahəng qanunu istəyirsə, yazıya fikir verməliyik. Yazıya fikir verəndə görürük ki, bütün saitlər qalın saitlərdir. Ona görə 2 də doğru fikirdir. 2 olan variantları da çıxırıq. Bütün samitlər cingiltilidir. Bizdən kar cingiltili samit istəyirsə, dodaqlanan, dodaqlanmayan sait istəyirsə və s. Saitə, samitə aid bütün qaydaları tələffüzdə baxmalıyıq. Tələffüzə baxan zaman görürük ki, bütün samitlər cingiltili deyil. Məsələn, burada x səsi kar səsdir. Əgər biz bunu yazıya görə tapsaq, yazıda görərik ki, hamısı cingiltilidir. Amma biz bunu tələffüzə görə tapdığımız üçün x səsinin kar olduğuna baxırıq və üçüncü bəndi götürürük. Fikir səhvdir. Bizdə səhv axtarırıq. 2 açıq, 2 qapalı sait var. Baxırıq saitlərə O və digərləri U səslərdir. Sözdə 3 dənə U səs var. U səs də qapalı səsdir. Yəni 2 dənə yox, 3 dənə qapalı səs var. O səsi isə açıq səsdir. Yəni 2 dənə yox, 1 dənə açıq səs var. Ona görə də 4-ü də götürürük. Əslində testimizin cavab variantı çıxır 3-4. Axıra qədər baxaq. Vurğu 3-cü hecanın üzərindədir. Vurğunu da dedik ki, sözün yazılışına görə tapırıq. Yazılışa baxanda baxırıq ki, oynayırıq. Baxın, vurğu buradadır. Deməli 1, 2, 3-cü hecaya düşür. Ona görə bunu da götürürük. Yəni 5 düzgün variantdır. Biz səhvləri axtarırıq. Səhv də olur 3 və 4. Yəni testin düzgün cavab variantı olur. 47-ci testin izahına baxırıq. Sözümüz dərdləşmək sözüdür. Yazılış bu formadadır, amma tələffüzü bir qədər fərqli olacaq. Tələffüzü olacaq, deməli, dərd, BCDG qaydasına görə D samitindən sonra birbaşa samit gəlib deyə D t-ya keçdi. Ləş hissəsi L dəyişib D samitinə keçəcək.
dər, dəş. Sonuncu samit isə i hissəsinə keçir. Çünki sözün sonu k hərfi ilə bitib. Lakin milli söz olduğu üçün bu sözün tək tələffüzündə k i hissəsinə keçir. Bizdən deməli bu sözlə bağlı səhv fikir istəyir. Gəlin görək neçə dənə fərqli məqam oldu. Deməli 1 burada, 2 burada və 3. Deməli sözdə 3 dənə səs dəyişməsi hadisəsi baş verdi. Bizə deyir vurğu 3-cü hecadadır. Dərdləşmək. Baxırıq ki, bəli vurğu 3-cü. Bilirik ki, vurğunu yazıya görə tapırıq. Vurğu 3-cü hecanın üzərinə düşüb fikir doğrudur. Biz səhv axtarırıq. Kar samitlə bitir, bəli. Tələffüzümüz i hissəsi ilə bitir. İ də kar samitdir. Tələffüzdə 3 fərqli məqam var. Bunu əvvəlində də qeyd elədik ki, deməli d samiti t-yə keçib, l samiti d-ya keçib, k samiti isə i hissəsinə keçib. Ona görə 3 dənə səs dəyişməsi var. 3 dənə səs dəyişməsi də fərqli məqam hesab olunur. Kar cingiltili samit cütlüyü yoxdur. Video izahının əvvəlində də qeyd elədim ki, kar cingiltili samit cütlüyü bir-birinin qarşılığı olan samit cütlüyüdür. Məsələn, tərkibində kar və cingiltili qarşılığı olan samitlər işlənibsə, o kar cingiltili samit cütlüyü deməkdir. Məsələn, ola bilər ki, sözün tərkibində z və s hərfləri bir yerdə işlənsin və yaxud da ş və j hərfləri bir yerdə işlənsin. Baxın, yanaşı işlənmək şərt deyil. Burada təsadüfən yanaşı gəlib. Baxırıq ki, bu sözdə kar cingiltili samit cütlüyü var. Amma bu nə deyir? Yoxdur. Ona görə testin düzgün cavab variantı olacaq D variantı. Biz səhv axtarırıq. Saitlərin hamısı incə və açıqdır. Saitlərə fikir verək, ancaq ə səsi işlənib. Ə səsi də incə səsdir və açıq səsdir. Ona görə bu fikir də düzdür. Testin düzgün cavab variantı, yəni səhv istəyir bizdən sualın şərtində, testə görə düzgün cavab variant olur D. Şəkilçilərin tələffüzü bizə fonetik təhlil zamanı lazım olan əsas nüanslardan biridir. Baxırıq dır şəkilçisinə. Yadımızda qalsın ki, söhbət 3-cü şəxsin təkini bildirən dır xəbərlik şəkilçisindən gedir. Əgər bir sözün tərkibində, daxilində 3-cü şəxsin təkini bildirən dır üstü 4 şəkilçisi varsa, yadımızda qalsın ki, həmin şəkilçinin tələffüzü zamanı, baxın bu şəkilçidən söhbət gedir. Bu şəkilçinin tələffüzü zamanı son samit tələffüz olunmayacaq. Məsələn, yazılır ağıllıdır, amma tələffüzü olacaq ağıllıdır. Və yaxud da yazılır doludur, amma tələffüz olacaq doludur. Gözəldir, gözəldir. Yenə qeyd edirəm, söhbət 3-cü şəxsin təkini bildirən dır şəkilçisindən gedir. Çünki dır üstü 4 şəkilçisi eyni zamanda feildən feil düzəldən leksik şəkilçidir. Feildən feil düzəldən leksik şəkilçi olan zaman bu şəkilçi olduğu kimi tələffüz olunacaq. Məsələn, deyək ki, baxdır. Baxdır sözünü tələffüz eləyəndə feil olduğu üçün olduğu kimi də tələffüz olunacaq. Amma məsələn, bizə dır üstü 4 xəbərli şəkilçisi kimi veriləndə, məsələn, deyək ki, gözləməlidir yazılır, amma tələffüz olacaq gözləməlidir. Deməli, dedik ki, dır üstü 4 şəkilçisinin tələffüzü oldu D formasında. Bir də yadımızda qalsın ki, şudi keçmiş zamanı bildirən D üstü 4 şəkilçisi var. Bax, şudi keçmiş zaman özü elə D üstü 4 formasında yazılır. Onun da tələffüzü bu formadadır. Fikir verin, şəkilçilər tamamilə ayrı-ayrı şəkilçilər olsalar belə, amma tələffüz eyniləşdir. Burada indi bizə test olaraq hansı tipli sual düşə bilər? Məsələn, sizə deyir ki, tələffüzü verilmiş bu söz, əminliklə deyə bilərik ki, bu sözə əsasən A variantı. Əminliklə deyə bilərik ki, bu söz 3-cü şəxsin təkinin şəxs sonluğunu qəbul eləmiş isimdir. Əminliklə deyə bilərikmi? Əminliklə deyə bilmərik. Buna əmin deyilik. Niyə? Səbəb odur ki, həm şuhudi keçmiş zaman, baxın, şuhudi keçmiş zamanın yazılışı budur. İsim olarsa yazılış budur. Amma tələffüz fikir verin, hər ikisində eynidir. Şuhudi keçmiş zamanında tələffüzü belədir. Xəbərli şəkilçisi qəbul eləmiş ismin tələffüzü də belədir. Çünki burada dedik ki, r samiti düşür. O zaman əgər bizə kontekst daxilində verməyibsə, sadəcə transkripsiyanın içərisində, yəni tələffüz formasında bu sözü veribsə və bizdən soruşur ki, bu sözü əminliklə deyə bilərik ki, isimdir. 3-cü şəxsin təkini qəbul eləmiş isimdir deyə bilmərik. Və yaxud da əminliklə deyə bilərik ki, bu söz şuuri keçmiş zaman şəkilçili feildir. Yenə əminliklə deyə bilmərik. Əgər sənə kontekst versə, cümlə daxilində işlətsə, hər hansısa bir belə deyək də ipucusu olsa onun yanında, onda əminliklə nə isə deyə bilərik. Amma bu formada deməli yadınızda qalsın ki, bu formada sizi çaşdıra bilərlər. Ona görə yenə qeyd edirəm, yadınızda qalsın ki, şuuri keçmiş zamanda bu formada tələffüz olunacaq. Çünki elə bunun yəni şuuri keçmiş zamanda əslində fərqlilik yoxdur, yazılışla deyiliş eynidir. Amma 3-cü şəxsin təkində fərqlilik var.
Burada isə gəlir eyniləşir. Növbəti şəkilçimiz də xəbərlik şəkilçisidir. Bu zaman ikinci şəxsin cəmini bildirən sınız üstü 4 şəkilçisindən söhbət gedir. Bu şəkilçinin tələffüzü sız üstü 4 kimi olacaq. Məsələn, yazılır bacısınız, tələffüz olacaq bacısız. Və yaxud da yazılır böyüksünüz, tələffüz olacaq böyüksüz. Gəlirsiniz, gəlirsiz. Və yaxud da gözəlsiniz, gözəlsiz. Qohumsunuz yazılır, amma tələffüz olur qohumsuz. Burada bizi nə ilə çaşdıra bilərlər? Yenə baxaq müqayisəli. Məsələn, sizə deyir ki, tələffüzü verilmiş bu sözə əsasən əminliklə deyə bilərik ki, ikinci şəxsin cəminin şəxs sonluğunu qəbul eləmiş isimdir. Əminliklə deyə bilərikmi? Deyə bilmərik. Səbəb nədir? Çünki dilimizdə sız üstü 4 şəkilçisi var ki, sifət düzəldən leksik şəkilçidir. Bu sözün şəkilçinin tələffüzü də sız üstü 4-dür. Sınız xəbərli şəkilçisinin tələffüzü də sız üstü 4-dür. O zaman yenə eyni qayda tətbiq olunacaq. Bayaq dır üstü 4-də necə dedik? O zaman nə edirik? Əgər bizə kontekst verməyibsə, sadəcə tələffüzdə hansısa sözü verib və bizdən əminliklə deyə bilərik ki, filan sualını soruşursa, əminliklə heç nəyi deməyəcək. Niyə? Çünki, baxın, fikir verin. Bir yazır qohumsunuz, bir də qohumsuz. Hər ikisinin tələffüzü bu formadadır. Ona görə də sırf deməli transkripsiyada veribsə, biz ona əminliklə hansısa bir qaydanı tətbiq edə bilmirik. Amma kontekst daxilində versə, hə, nəysə əminliklə demək olar. Qohumsuz məsələn deyir ki, transkripsiyada verir, qohumsuz ev və yaxud da qohumsuz ailə. Necə ailə? Qohumsuz ailə. Leksik şəkilçili sifət olacaq burada. Bax, belə təhlildə bu leksik şəkilçiyə düşür. Amma yox, məsələn deyir ki, siz onlardan qohumsuz, o zaman bu qrammatik şəkilçiyə düşəcək. Yəni, ikinci şəxsin cəmini bildirən şəxs sonluğuna söhbət gedəcək. Yəni, bunları qeyd dəftərinizə siz də yazın, qeyd edin. Həm o dırda dediyim qaydanı, həm də burada dediyim qaydanı. Baxırıq üçüncü hissəyə. Bizə deyir ki, zərf düzəldən la üstü 2 şəkilçisi, həmçinin ilə bağlayıcısının və qoşmasının qısaldılmış la üstü 2 forması nan, nən şəklində və vurğusuz tələffüz olunacaq. Məsələn, atamla anam. Necə olacaq? Atamla anam. Bacımla, bacımla, cəsarətlə, cəsarətlə və s. Yəni, la ləni gördünüz, onu nan, nən kimi tələffüz eləyin. Qeydə baxaq. Qeyddə bizə deyir ki, ilə bağlayıcısı və qoşması saitlə bitən sözlərə qoşulduqda, bura bir dənə bitişdirici y, yınan və yaxud da yın, nən kimi tələffüz olunacaq. Atası ilə, atası ilə, dostu ilə, dostu ilə. Bu nan hissəsinə sizə bir qeyddə deyəcəm. Sadəcə bu hissəni izah eləyəndən sonra diqqətli qulaq asın. Dan, dən çıxışlıq hal şəkilçisi M və N hərfləri ilə bitən sözə qoşulduqda nan kimi tələffüz olunur. Baxın, eyniləşməni görürsünüz. Burada da nan tələffüzü var. Burada da nan tələffüzü var. Məsələn, adamdan, adamdan, bədəndən, bədəndən, gözümdən, gözümdən və s. Hə, indi burada nəyə fikir verəcək? Bax, la lənində tələffüzü nan oldu. Çıxışlıq hal isə M və N hərfləri ilə bitəndə nan kimi tələffüz olunur, amma nəticədə hər ikisinin eyniləşmiş forması var. Bizə bu formada, testdə bunun kimi bu tipli nələrsə düşə bilər. Məsələn, yazır transkripsiyanın içərisində, baxın, bu söz. Əminliklə deyə bilərik ki, bu söz çıxışlıq hallı isimdir. Yenə əminliklə deyə bilmərik. Çünki, məsələn, bu belə də ola bilər, ilhamdan. Bu belə də ola bilər, ilhamla. Hər ikisinin tələffüzü gəlir, eyniləşir. Ona görə də nə edirik? Bu tipli testlərdə sadəcə ehtiyatlı oluruq və o şəkilçilər harda eyniləşir tələffüz zamanı. Onları yaxşı-yaxşı başa düşürük, qeyd çıxardırıq, öyrənirik. Fikir verin, əzbərləyirik demirəm, çünki əzbərləyəndə bir müddətdən sonra yaddan çıxacaq. Baxırıq növbəti hissəyə, digər hissəyə. Deyir ki, Aə saitləri ilə bitən çox hecalı sözlərə, çox hecalı söz deyəndə ən azı 2 dənə saitli sözü nəzərdə tutun. Məsələn, ana sözü də çox hecalıdır. Yəni, burada çoxlu hərflərdən söhbət getmir. Ən azı 2 sait çox hecalı sayılır. Deməli, Aə saitləri ilə bitən çox hecalı sözlərə y bitişdirici samiti ilə başlayan qrammatik şəkilçilər qoşulanda, bu məsələn, yönlük hal ola bilər, daha sonra indik zaman şəkilçisi ola bilər, bitişdirici ilə bir yerdə, gələcək zaman ola bilər və s.
Bu saytlər özündən əvvəlki hecaya uyğun qapalı saytə keçirlər. Yəni I, I, U, Ü formasında. Məsələn, yazılır almayacaq, amma fikir verin, bax, buradakı A-dan söhbət gedir. Yəni şəkilçidən əvvəlki hissəyə düşür. Şəkilçidən bu yadı və yaxud da yacaqdı, yırdı, ondan əvvəlki hissədəki A və yaxud da Ə səsi qapalı saytə keçir. Yəni I, I, U, Ü olur. Olur almayacaq. Anaya olur anıya. Və yaxud da bağlayır yazılır, olacaq bağlayır. Fikir verin, bu hissədən söhbət gedir. Başlayar yazılır, necə deyiləcək? Başlayar. Dəvəyə yazılır, dəviyə. Və yaxud da məsələn, fikir vermişsə, bəzi adamlar danışanda elə yazıldığı kimdə deyir. Məsələn, xoşlayır. Xoşlayır nədir axı? Niyə bir adam xoşlayır desin? Olur, xoşduyur. Yəni bu şeylərə fikir verin. Və yaxud da kölgəyə, kölgüyə və s. İndi burada yenə sizə bir qeyd deyəcəm. Çox-çox önəmlidir bunlar kimi. Məsələn, sizə deyir ki, tələffüsü verilmiş körpüyə sözünə əsasən əminliklə demək olar ki, A variantı. Məsələn, yönlük hallı sifətdir. Bilirik ki, sifətlər də isimləşdiyi zaman hal şəkilçisi qəbul edə bilir. Və yaxud da, məsələn, yönlük hallı isimdir. Əminliklə deyə biləcəksinizmi? Videonu dayandırın, bir özünüz fikirləşin. Cavab, əminliklə deyə bilməyəcək. Niyə? Çünki, fikir verin, həm körpə sifətinin tələffüsü bu formadadır, həm də körpü isminin, yəni yönlük hal şəkilçisi qəbul edəndən sonra söhbət gedir. Tələffüsü budur. Körpəyə sözü də körpüyə oxunacaq, körpüyə sözünün də tələffüsü bu formadadır. Çünki baxın, yaya qoşuldu bura, özündən əvvəlki hissədə açıq sayt var, yəni A, Ə saytı var. Ona görə bunun tələffüsü dedik necə olur? Qapalı saytə keçir. Burada isə elə özü qapalı saytdadır. Burada da nə isə dəyişdirməmişik. Bu özü olduğu kimi qalıb, bu qaydaya uyğun dəyişib. Ona görə tələffüz eyniləşdi. Və yaxud da, məsələn, sizə deyir ki, tələffüsü verilmiş dəliyə sözünə əminliklə deyə bilərik ki, məsələn, sifətdir ya da isimdir. Deyə bilmirik. Çünki sözümüzdə, dilimizdə var dəlik sözü. Buna biz saitlə başlanan şəkilçi artıranda təbii ki, K-ı əvəzləməsi baş verəcək və olacaq dəliyə, dəlik, deşik mənasında. Sonra var dələ sözü, dələ heyvan mənasında. Onun da tələffüsü yönlük halı qəbul edəndən sonra dəliyə olur. Bir də axmaq mənasında olan dəli var. Onun da tələffüsü gəlir, baxın, eyniləşir. Görürsünüz, 3 dənə ayrı leksik mənalı söz eyni formada tələffüs olundu. Var dəlik, şəkilçi qəbul edəndə olacaq dəliyə. Məsələn, deyirsən ki, pişik getdi, dəliyə düşdü, deşiyə düşdü mənasında. Var dələyə, dələ, heyvan. Məsələn, dələyə baxıram. Bunun da tələffüsü bu formada olacaq, dəliyə baxıram. Bir də axmaq dəli mənasında var. Yenə dəliyə baxıram deyə bilərik, amma bu dəfə heyvandan yox, axmaq adamdan söhbət gedəcək. Amma tələffüslər nəticədə eynidir və bu tipli testlərdən sizə çaşdıra bilərlər. Nəyi qeyd kimi deyirəm bu hissədə yazın. Fikir versinizsə o qayda kitabında yoxdur. Sonra amma testdə qabağınıza çıxacaq, buna əmin olun. Ona görə qeyd edin. Daha sonra var qaydamızda el samiti ilə başlayan bəzi şəkilçilər bu samitlərlə bitən sözlərə qoşulduqda şəkilçinin ilk samiti assimilyasiyaya uğrayır. Assimiliyasiya bir səsin digərinə uyğunlaşması, yəni səs dəyişimi hadisəsidir. Bu zaman fərqli tələffüz olunacaq. Məsələn, l şəkilçisidir, lıq şəkilçisidir, ladı, landı, laşdı, lardı. Bu şəkilçilər, fikir verin, d, r və yaxud da n kimi, dıq, rıq və yaxud da nıq kimi. Hər birində ilk samitlər eyni qalır. Məsələn, d-dı, r-dı və yaxud da dıq-dı, rıq-dı. Bunu bu formada tələffüzlərlə, nümunələrlə, yenə deyirəm, əzbərləmirik, sadəcə nümunələrə baxırıq. Məsələn, atlı yazılır, atlı deyilir. Canlı yazılır, canlı deyilir. Dəyərli yazılır, dəyərli deyilir. Duzlu yazılır, duzdu deyilir. Sözlü yazılır, sözlü deyilir və s. Həmçinin lıqda da eyni qayda tətbiq olunacaq. Birlik yazılır, birlik deyilir. Lada da eyni qayda tətbiq olunacaq. Məsələn, laya aid baxaq. Banlamaq yazılır, banlamaq deyilir. Dərmanlamaq yazılır, dərmanlamaq
deyilir və s. Hər biri baxın bu formada tətbiq olunacaq. Buradakı sözlərin tələffüzünə bir baxın. Özünüz də məsələn orada olmayan sözlərdən yazın, tələffüz eləyin. O zaman görəcəksiniz ki, hər şey qaydasındadır. Öyrənmişik, əzbərləmirik, öyrənirik. Və yaxud da məsələn yazılır cavanlaşmaq. Özünüz videonu dayandırın, tələffüz eləyin, görün düz olacaq. Tələffüz olacaq cavanlaşmaq. Niyə bu formada oldu? Baxın, laş şəkilçisi N hərfi ilə bitən sözə qoşuldu deyə özü bu formaya düşdü. Yəni L, N-yə keçdi. Bəs Q niyə dəyişdi? Çünki milli sözdür. Milli sözlərdə də Q hərfi ilə bitən sözün tək tələffüzü X səsinə keçir. Cavanlaşmaq yazıldı. Cavanlaşmaq deyildi. Həmçinin laq şəkilçisinə də aiddir. Laq şəkilçisi bəzən dağ kimi tələffüz olunur. Məsələn, duzlaq. Baxın, bunlar testdə var. Bax, bu sözlər testdə var. Duzdağ, qışlaq, qışdağ, otlaq, otdağ. Bunlar fonetik təhlil zamanı sizə çox-çox lazım olacaq. Feildən isim düzəldən və ya sifət düzəldən 2 üstü 4 şəkilçisi var, kin şəkilçisi var. Bu şəkilçilər kər samitlə bitən sözlərə qoşulduqda ki samiti G kimi tələffüz olunacaq. Biz bunu zaten fonetikanı izah eləyəndə demişik, burada da təkrar olsun. Niyə olacaq? Çünki bax 2 dənə kər samit yanaşı gəlibsə, fikir verin, ikincisi cingiltiliyə keçir. Bunu samitlərin tələffüzündə izah eləmişəm. Döyüşkən, döyüşkən. Və yaxud da itkin, itkin. 2 dənə kər samit yanaşı gəlib deyə. Kəskin, 2 dənə kər samit yanaşı gəlib deyə ikinci tərəf cingiltiliyə keçir. Fikir versinizsə yenə nə isə əzbərləmirik. 2 dənə kər samit yanaşı gəlir, ikincisi cingiltiliyə keçir. Day durub bunu əzbərləməyin. Feildən nəsə düzəldəndə ki oldu. Bu yaddan çıxacaq. Əmin olun. İmtahanın həyəcanı, stresi orada nə isə illaki yadınızdan çıxaracaq. Ona görə nə isə başa düşəndə əzbərləməyə ehtiyac yoxdur. Kəskin olur kəskin. Küskün 2 dənə kər samitdir. İkincisini cingiltili ilə küskün. Və yaxud da sürüşkən, sürüşkən. Burada istisnamız nə idi? Yenə təkrar eləyək. Əgər sənətkar və yaxud da zəhmətkeş söz verilibsə, dəyişdirmə. Çünki buradakı kar və keş şəkilçiləri fars dilində olan sözlərdir. Ona görə biz onu dəyişdirmirik. Burada da 2 kar samiti yanaşdı, amma biz onu dəyişdirməyəcəyik. Yəni, kar və keş şəkilçisini dəyişdirməyin. Sənətkar elə sənətkardır, dəyişmədi gördüyünüz kimi. Zəhmətkeş də elə zəhmətkeşdir, yenə də dəyişdirmədik. Bunlar istisnasıdır. Q samiti ilə bitən bu şəkilçilər X kimi tələffüz olacaq. Yenə fonetikanın qaydasıdır. Q hərfi ilə bitirsə tək tələffüzü X-dır. Q samitində ilk kimi tələffüz olunacaq. Fonetikanın qaydasıdır. Fonetikanın qaydası deyəndə fonetikada samitlər hissəsində izah eləmişəm bunları. Deməli, bu hissəni izah elədik. M və N saitlərdə bitən sözlərdən sonra işlənən çıxışlı kal şəkilçisi nan kimi tələffüz olunur. Bu hissə BCDG-nin qaydasıdır. C samiti ilə bitirsə sevincli sevinç olacaq, ağac ağac olacaq və s. Bu hissələrin hamısını, bax bu hissələri samitlərdə izah eləmişəm. Samitlərin tələffüzündə. Ona görə oradan yenidən baxa bilərsiniz. Bu hissəyə fikir verin. Stan şəkilçisi. Bax, 2 dənə kər samit yanaşı gəlmək məsələsidir. T, D kimi tələffüz olunacaq. Ərəbistan yazılır, Ərəbistan deyilir. Gülüstan yazılır, Gülüstan deyilir. Qazaxıstan yazılır, Qazaxıstan deyilir. Yəni, yenə deyirəm, xüsusi bir qayda deyil. 2 dənə kər samit gördün, ikincisini cingiltili elə. Vəssalam. Deməli, bu şəkilçilərdə isə Q hərfi X, K hərfi ilk kimi oxunur. Bu da yenə dediyimiz kimi fonetika 2-ci dərs samitlərin tələffüzü hissəsində hər birini ətraflı şəkildə izah edir. Fikir verin bu şəkilçilərin yazılışına. Əgər bir sözün tərkibində A, anti, ba, bi, na və pre ön şəkilçiləri varsa, o zaman həmin şəkilçilər sözə bitişik yazılacaq. Burada sadəcə qeyd nədən ibarətdir? Anti şəkilçisindən sonra xüsusi isim gələrsə, bu zaman defis işarəsi qoyulur. Məsələn, antivirus bitişik yazıldığı halda xüsusi isim gələrsə, anti-Azərbaycan defislə yazılacaq. Anti-Rusiya defislə yazılacaq və fikir verin, baxın bu hissəyə. Mürəkkəb sözlərin yazılışı zamanı birinci eyni feilin kökünün təkrarı ilə yaranan sözlər var ki, məsələn, A, Ə, H bitişdiricilərlə birləşirlər. Məsələn, qaça qaçdı, vurha vurdu, tuta tutdu. Bunlar bitişik yazılır. Bir də nəyə fikir verməlisiniz? Baxın, tərkibində bu hissələr, bax, birinci hissəsi, məsələn, aerodu, agrodu, ümum, avto, exo və s. Bu tipli
morfemlər olan mürəkkəb sözlər var ki, onlar bitişik yazılacaq. Məsələn, deyir sizə prototürk və yaxud da superdövlət və yaxud da mikrocərrahiyyə və yaxud da avtopark, aviasalon və s. Bu tipli, bax bunu qəşəng-qəşəng öyrənirsiniz. Bu morfemləri harda görsəz, onlar nəyə qoşulursa, həmin sözlər bitişik yazılacaq. Amma burada da istisna var. İstisna nədən ibarətdir? Bu morfemlərin bəziləri xüsusi isimləri qoşulanda defisna yazılacaq. Məsələn, ümum Azərbaycan. Amma ümumi ismə qoşulanda bitişik yazılır. Və yaxud da, məsələn, deyə bilərik, proto-Azərbaycan. Amma məsələn, proto-türk olanda bitişik yazılır. Və yaxud da ümum Avropa. Xüsusi əgər isim gəlirsə, o zaman defislə yazılır. Alınma şəkilçilərdə bir şeyə də fikir verək ki, əgər tərkibində art, x, əks, kontur, qeyri, ober, veb, vitsi morfemləri varsa, bu zaman defislə yazılacaq. Məsələn, x prezident, yəni əvvəlki prezident mənasında, və yaxud da kontur-admiral, və yaxud da qeyri-adi, və yaxud da ober leytinant. Bunlar defislə yazılan hissələrdir. Və yaxud da vitsi prezident. İzafə tərkiblərindən söhbət gedirsə, həddi buluq, külli aləm, külli ixtiyar, nöqteyi nəzər, tərcümeyi hal. Bunlar da defislə yazılacaq. Bu hissələr sizə orfoqrafiyanı işləyən zaman orfoqrafiya hissəsində lazım olur.